Salam dəyərli müəllimlər. Dərsimiz 5-ci sinifin 12-ci mövzusu olan oduncağın əlalətlərlə burğulanması mövzusudur. Gəlirik burğulanma nədir? Burğulanma, burğu vasitəsilə bütöv materialda silindrik deşiyin açılması prosesidir. Deməli, burğulanma ilə deşiklərin növü fərqlidir. Bəzi müəllimlər bu məqamları qarışdırır. Xeyr, burğulanma başqa bir hissədir, deşiklərin forması isə tam başqa bir hissədir. Deməli, bizdən soruşsa ki, burğulanma nədir? Ümumiyyətlə, yəni burada belə deyək də, o burğulama prosesinin nə olduğunu bizdən soruşur. Bu zaman deyirik ki, burğu vasitəsilə, yəni hər hansısa bir burğu, məsələn bu burğular spiralvari, şnekvari, mərkəzvari fərqi yoxdur və müxtəlif formalı burğular ola bilər. Onlar vasitəsilə bütöv bir materialda, məsələn taxta bir pəstaxdır, hər hansı bir taxta parçasıdır, onun üzərində silindrik deşiyin açılması prosesidir. Baxın, deşiyin açılması prosesidir. Bu zaman burğu necə hərəkət edir? Yuxarıdan aşağıya doğru. Gözümüzün qarşısına da gətirəndə həqiqətən də biz drel vasitəsilə, burğu vasitəsilə deşiyi açan zaman o yuxarıdan doğruya fırlanaraq aşağıya doğru hərəkət edir və fırlanaraq yonqarı çıxarır. Daha sonra deşiklər hansılardır? Deşiklər iki cür olur. A-da iki tərəfi açıq deşiklər, B-də isə düzdür, A-da iki tərəfi, B-də isə bir tərəfi açıq deşiklər. Bir tərəfi açıq deşiklər müəyyən dərinlikdə deşilir. Şəkil B-də bir tərəfi açıq göstərilib. Həqiqətən də mən bayaq burada işarə eləmişəm. Görürsüz, müəyyən dərinlikdə, baxın, bir yerə qədər gəlib və dayanıb. Yəni, detal boyu burada deşiyi açılmır. Müəyyən dərinliyə qədər gəlib. Amma detal boyu deşilsə, belə deyilsə ki, iki tərəfi açıq deşiklər detal boyu deşilir. Bu zaman isə şəkil A-da olanı götürürük. Həqiqətən də görürsünüz ki, sanki bir taxta parçasının üzərində müəyyən bir dəlik açılıb, amma detal boyu buradan başlayır və digər tərəfə qədər artıq bu proses davam edib. Daha sonra deyir ki, adətən en kəsikli deşiklər dairəvi olur, vacib məqamlardan biridir. Adətən en kəsikli deşiklər dairəvi olur. Amma ki, en kəsikdə istənilən formalı dairəvi, oval, kvadrat, yəni müxtəlif formalı deşiklər də açmaq olar. Burğu ilə dairəvi deşiklər asan və olduqca dəqiq burğulanır. Əgər bizdən soruşsa ki, burğu ilə hansı deşiklər asan və dəqiq burğulanır, deyirik ki, dairəvi deşiklər asan və olduqca dəqiq burğulanır. Burğuların ən geniş yayılmış növü spirallı şəkilli burğudur, A-da göstərilən və nəyə görə onların ən geniş yayılmış növüdür? Çünki onlar müxtəlif materialların üzərində deşik açmaq üçün istifadə olunur. Müxtəlif materiallarda spiralvari, yəni daha çox bilirsiniz ki, bir çoxumuz da məncə görmüşük, spiralvari şəkildə olan burğulardan istifadə olunur və müxtəlif materiallarda da istifadə olunur. Daha sonra deşiyin burğulanması üçün həmçinin kəsicisi olan mərkəzvari, şnekvari, qaşıqvari və müxtəlif növ, yəni bunlar müxtəlif burğu növləri var. Sadəcə şəkildə 4 növünü göstərir. Burğulardan deyir, istifadə etmək olur. Burğunun diametri millimetrlə onun millində qeyd olunur. Burğunun diametri harda qeyd olunur? Millimetrlə, daha doğrusu burğunun diametri millimetrlə onun milində qeyd olunur. Nə ilə qeyd olunur? Millimetrlə. Nəyi? Burğunun diametri. Bu da belə. Burada isə şəkil A, B, C və C-də burğuların növlərini göstərir, formalarını göstərir, hissələrini verir. Nədir? Şəkil A-da spiralvari, B-də mərkəzvari, C-də şnekvari, C-də isə qaşıqvari olan növünü göstərir. Qaşıqvari tacvari burğu da deyilir həmçinin. Köhnə kitablarda və yaxud da bəzi testlərdə hələ də arada bu formada gedir. Qaşıqvariyə baxanda görürsünüz, sanki ilə içi qaşığa bənzəyir, dərin bir qaşıq formasındadır. Bu formada yadda saxlaya bilərik. Spiralvari A-da göstərilib. Uc hissəsindən görürsünüz ki, spiral formasındadır. Yəni sanki belə deyək də dairəvi bir dəliklərin açılması kimi, necə deyim, spiral formasında, yəni uc hissəsində burularaq davam edir. Daha sonra B-də mərkəzvari idi və C-də isə şnekvari növü göstərilmişdir. Burada hansı hissələr var? Deməli, spiralvari ilə qaşıqvaridə bir dənə əsas kəsən tili var. Şəklə baxanda da görürük ki, onun həqiqətən də bir hissəsi göstərilib. Bir dənə əsas kəsən tili. Əsas kəsən til
Baxırıq, əsas kəsən til. 1, birdə göstərilən onun əsas kəsən tilidir. Həmçinin də qaşıqvardə də bir dənə hissəsi var, o da əsas kəsən tilidir. Daha sonra, bəs desəz ki, digərlərində mərkəzvari və şinekvari-də bunu da necə yadda saxlaya bilərik? Şam kimi yadda saxlaya bilərik ki, qarışdırmayaq digərləri ilə. Şinekvari ş, indi A-nı özümüz deyirik. Bir də M. Şam, M hansı idi? Mərkəzvari. Şinekvari və mərkəzvari şam kimi yadda saxlaya bilərik. Sonra bunların hansı hissələri var? Şamda isə hər üç hissədə var. Baxın, görürsünüz, orada hər üç hissəni də göstərir. B və C-dən söhbət gedir. Görürsünüz, üç hissədə verilib. Nə var? Əsas kəsən til 1, birdə əsas kəsən til göstərilib. 2, təpə, hər ikisində də var. 3 isə spiralvari kəsən til. 3-də isə spiralvari kəsən tili göstərilir. Burğunun işlək hissəsində 2 əsas kəsən və 2 spiralvari kəsən til olur. Burğunun işlək hissəsində nə olur? 2 əsas kəsən til və 2 spiralvari kəsən til mövcuddur. Daha sonra kəsən tillərlə burğulama zamanı oduncağın lifləri kəsilir və onun yonqarı vintvari qanovlarla xaricə çıxır. Burğunun quyruq hissəsi onun əldrelinin və yaxud mexaniki əldrelinin patronuna bərkidilməsi üçündür. Əgər soruşsa ki, burğunun quyruq hissəsi nə üçündür? Bu zaman deyirik ki, burğunun quyruq hissəsi onun əldrelinin və yaxud da ki, mexaniki əldrelinin patronuna bərkidilməsi üçün nəzərdə tutulmuşdur. Nə? Burğunun quyruğu. Daha sonra əldrelini göstərir. Şəkil A-da əldrelidir. B-də isə mexaniki əldrelini göstərir. Hissələri var burada müəllimlər. Hansı hissələrdir? Baxırıq. 1. Fırlatma dəstəyi, 2. Burğu, 3. Hərəkətli patron. Bu hansına aiddir? Bu əldrelinə aiddir. 4 hissəsi. Deməli, müəllimlər, əldrelində hansı hissələr oldu? Oldu dayaq, fırlatma dəstəyi, burğu və patron. Bəs mexaniki əldrelində burada da eyni hissələrdir. Sadəcə burada artıq olan tutma dəstəyidir, müəllimlər. Deməli, deyirik, mexaniki əldrelində dayaq, fırlatma dəstəyi, tutma dəstəyi və patron, bir də burğudan ibarətdir. 5 hissəsi var. Əldrelində 4, mexaniki əldrelində isə 5 hissədən ibarətdir. Baxın, dayaq 1 ilə göstərilən hissədədir. Dayaq, yəni təzyiq olunan hissə. 2-də verir fırlatma dəstəyini, yəni bunu fırladaraq burğu artıq fırlanır, belə deyək də, həmin bunun üzərində fırlanmağa başlayır və burğulama əməliyyatını yerinə yetirir. Daha sonra 4 nədir? 4 patrondur. Baxın, patrondur 4. 3 isə burğunun özüdür. 3-də isə burğunun özünü göstərir. Həmçində şəkil B-də də əlavə olan bir dənə hansı idi? Burada tutma dəstəyi, əlavə olan hissəsi isə onun tutma dəstəyi. 3-də göstərilən hissə tutma dəstəyi qeyd olunmuşdur. Bəs desə ki, burğulama üsulları hansıdır? Baxın, bunu da müəllimlər bəzən qarışdırır. Burğulama üsulları 2 cürdür. Verstagın sıxacında, görürsünüz, sıxac arasına qoyub pəstahı sıxır və dayaq üzərində. Deməli, neçə üsul oldu burğulama üsulu? 2 üsul. 2 üsul Verstagın sıxacı və dayaq üzərində. Bu da belə, müəllimlər. Daha sonra burada nə var idi? Burada belə bir cümlə də var ki, mexaniki dreldə, yəni bunda fırlanmanı dəstəkdən patrona, baxın, dəstəkdən patrona ötürən dişli mexanizm var. Testlərdə düşür dişli tamasalı, dişli başqa cür, yəni başqa formalarda verir, o yox. Sadəcə dişli mexanizm var. Bunu da belə yadda saxlayırıq. Daha sonra gəlir burada burğulamadan əvvəl pəstahın səthində açılacaq deşiyin mərkəzi karandaş və yaxud da ki bez ilə qeyd olunur.
Sonra bunu da ardıcıllıq kimi öyrənməyinizi məsləhət görərəm sizə müəllimlər. Sonra drelin burğusunu pəstanın səthində qeyd olunmuş həmin o nöqtəyə düz bucaq altında yerləşdiririk və sol əlin ovucu ilə drelin dayağını sıxır. Baxın, sizə demişdim bayaq, bir hissəsi dayaqdır, sıxılan hissədir. Sanki əlimizi sol əlin ovucunun içərisinə 10 üzərinə dayaq veririk və başlayırıq ki, əgər deyir deşik əl və yaxud da ki, mexaniki əl dreli açılırsa, yəni söhbət bu ikisindən gedir. Sağ əli ilə isə dəstəyi, yəni bunu saat əqrəbinin istiqamətində fırladırıq və artıq bizim burğulama prosesimiz başa çatmış olur. Daha sonra iki tərəfi açıq deşiklərin burğulanması zamanı burğulamanın sonunda burğunu deşikdən çıxaranda oduncağın sınıb qopmaması üçün dayağa təzyiqi azaldırıq. Yəni bu hissəyə təzyiqi azaldırıq. Nə üçün? Oduncağın sınıb qopmaması üçün. Hansı deşiklərin açılması zamanı? İki tərəfi açıq deşiklərin açılması zamanı. Pəstahın altına deyir adətən taxta qoyulur, vintli sıxac ilə o verstakda bərkidilir. Belə olduqda deşiklər hamar alınır və verstakın qapağı zədələnmir. Nə üçün deyir taxta parçası qoyulur? Bu zaman deşiklər hamar olur, həmçində verstakın qapağı zədələnmir. Burada təhlükəsizlik qaydaları var yenə. Pəstah və taxta atlığı verstakda etibarlı bərkidirik. Hər dəfə deyirəm ki, bu ümumiyyətcə etibarlı bərkitmə bütün dərslərdə, bütün bu təhlükəsizlik qaydalarında var. Yəni bu belə deyək də standart bir qaydadır. Burğunu patronda etibarlı bərkitdiyinə əmin oluruq. Baxırıq bir dənə bu hissəyə. Burğu deyil 3-də, 4-də patrondur. Yəni burğunun milinin patronda etibarlı bərkidiyinə əmin olmalı ki, həqiqətən də o bəzən ola bilər ki, burğu da sına bilər, əgər o düz quraşdırılmasa patronda. Sonra əl və ya mexaniki əl drelini möhkəm və düz tuturuq, dəstəyi isə sərbəst fırladırıq. Əl və yaxud da ki, mexaniki əl drelinin burğusunu verstakın üzərinə özümüzdən qabağa yönəltməklə qoyuruq. Belə müəllimlər, dərsimiz bu qədər.